Bismillahirrahmanirrahim. Ya Rabbel Alemin, bizleri bu nurlu cüme gününe, rəhmətinin göylərdən yerə endiği bu müqəddəs saata qovuşturduğun üçün sənə sonsuz şükürlər olsun. İlahi, bu mübarək günün hörmətinə qəlblərimizdəki qüssəni sevincə, darlığı genişliyə, xəstəliklərimizi isə şəfaya çevir. Sən bağışlayansan, bağışlamağı sevirsən, bizləri də əfv eylə. Evlərimizə Həzrəti İbrahimin bərəkətini, Həzrəti Məhəmmədin sallallahu aleyhi və səlləmin huzurunu ehsan et. Valideynlərimizə can sağlığı, övladlarımıza isə salih bir ömür nəsib eylə. Bizi sevdiklərimizin acısı ilə imtihan etmə. Qazancımızı halal, ruzimizi bol eylə. Bizləri tamahdan, haramdan və səndən başqasına möhtac olmaqdan özün qoru. Səndən xeyirli qapılar açmağını gözləyən, övlad həsrəti çəkən, yuva qurmaq istəyən, iş axtaran hər bir bəndənə bu cümə günü xatirinə ən xeyirli olanı nəsib eylə. Azərbaycanımızı qoru, bayrağımızı hər zaman zirvələrdə saxla. Sərhəddə keşik çəkən əskərlərimizi hifz eylə. Ruhları şad olan şəhidlərimizin bizə əmanət etdiyi bu torpağı bərəkətli və əminaman eylə. Bizləri Şaban ayının qalan günlərində xeyirlərlə yaşat və 11 ayın sultanı olan mübarək Ramazana ən gözəl şəkildə qovuşdur. Ya Allah, sənə açılan əllərimizi, sənə yönələn qəlblərimizi naümid qoyma. Amin. Ya Rabbel Alemin.